Ay dayı bir tane şiir diyebilirsiniz. Eşqidir mehrabı uca göylərin, qədrini bilmədik bomba şeylərin. Millət görürsünüz də ağsaqqallarımız, ağbirçəklərimiz nə cür canlanır, nə cür kimlərin, hansı ki ağsaqqal qədri bilməyən parazitlərin, ağbirçək qədri bilməyən parazitlərin gülüş xatirinə özləri ağılda olanları güldürməkdən ötürü bizim Azərbaycan simasına, ağsaqqal ağbirçək siması, hansı ki dünyada bizdə olan o nur, ağsaqqallarımızda, ağbirçəklərimizdə olan nur dünyada bəlkə deyərəm heç bir ölkədə yoxdur. Hansı ki biz təsəvvürümüzdə ancaq belə bir simalar, yəni nuranilik. O nuraniliyi sizi kimi parazitlər vurur yerə. Nə oldu? Siz belə qoçaqsınız, o proqramı bir araşdırın, bu necə düzəlib, neyini, bundan daha bir təkmilləşmiş formada bəlkə biz nəsə düzəldə bilərik. Niyə çalışmadınız ki, həmin o süni intellektlə digər bir maarifləndirici, şəhidlərimiz haqqında və yaxud da gənclərimiz haqqında, dərsliklər haqqında, dövlətimizin yaxşı quruculuq işi haqqında və yaxud da nə bilim, xalq haqqında, nəsə bir haqda da hansı ki faydalanacaq bir dəyərli bir şey. Niyə hazırlamağa çalışmadınız? Çünki siz o nəsilsiniz ki, yəni ümumi şamil eləmirəm, 70%-nə şamil elim. Siz o nəsilsiniz ki, ağsaqqal gələndə avtobusda başınızı soxursunuz telefona, güya ki xəbəriniz yoxdur, başınızın üstündə ağsaqqal ayaq üstə durur və yaxud da ağbirçək. Siz o nəsilsiniz ki, ağbirçəklərin ağsaqqalların yanında parkda öpüşürsünüz, 100 hoqqa çıxardırsınız. Siz o nəsilsiniz. Yəni mən də evlat böyüdürəm, gənc nəsil evlat böyüdürəm. Mən istəmirəm ki, sizi kimi parazitlər, sizi kimi murdarlar bu balaları pozsun. Nə də mərifətiniz qanacağınız olsun. Həmin o nurani sifətdə şəhidlərimizi ağlayıb, həmin o nurani sifətlər. O nurani sifəti niyə belə zibilə qoyursunuz, hə? Elə insan var ki, and olsun Allah baxır, bilmir. Bu sünni intellektdir, yoxsa təbiidir. Təsəvvüründə yaranır ki, ağsaqqal ağbirçək belə olmalıdır. Sən basıb gözün çıxardar, o ləyaqətli ağsaqqallar. Ki, abala, qələtini elə bizi bu vidə salma. Biri çıxır orada, nə bilim, o biri var ya, bir, nə bilim, qırmızı adamdır, nədə çıxır çöldə, yolda tanımadığı adamları, ağsaqqalları lağa qoyur. Biri, nə bilim, belə sünni intellektlə lağa qoyur. Nə istəyirsə, bu xalqdan nə istəyirsiniz? Millət, bunu da dövlət eləməyib, vallahi. Çox hər şeyi atırsınız dövlətin üstünə bəziləriniz. Bunu da dövlət eləməyib, bunu içimizdə olan parazitlər eləyib, parazitlər eləyir. Bunu da o biriləri də dövlət eləyir. Mal satıram deyir, lütləndirib qızları çıxardır, öz malını satır. Vallahi billah bunu içimizdə olan parazitlər eləyir. Yəni söhbət dövlət xalqdan getmir. Yəni ümumi götürürəm ki, içimizdə bunların qarşısını almaq lazımdır. Müraciət eləmək lazımdır. Dövlətə müraciət eləmək lazımdır. Belə bir şeyləri eləyən cəzalansın, cərmələnsin. Xahiş edirəm, məhz buradan da xahiş edirəm. Kim bu, yəni hansı qurum məşğul olursa, bu cür videolara qarşı alınsın. Xahiş edirəm. Cavanlarımıza qoyun təsəvvüründə həmişə ağbirçəklər, ağsaqqallar elə olduğu kimi qalsın. O nuranilik bizim xalqa yaraşır. O yaraşan bir xüsusiyyəti yerə vurmayaq. Bu müasir deyək, bu zibil intellekti, super, nə bilim, nədir, başım çıxmır. Bundan vurmayaq. Xalqı, simamızı qoruyaq, qeyrətimizi qoruyaq, dövlətimizi, xalqımızı qoruyaq. Yoxsa belə bir şeyləri vurub ortalıqda nə əldə edirik? Türkiyədən bizə yəni yaxşı şey gəlmədi ki, bəyə. Niyə oradan yaxşı şey götürmədik? İlk dəfə mən bu sünni intellekti Türkiyədən gördüm. Niyə sırazı getdiniz o zay şeyləri? Niyə Türkiyənin sünni intellektdə yaxşı bir vətənpərvər, nə bilim, nəsə şeyləri çıxıb qarşıma? Baxırsan adama hə, xoş gəlir. Götürün də onları götürün də. Niyə belə şeyləri götürürsünüz ki? Ancaq harada üzr istəyirəm hamıdan, oğraş bir qeyrət şeylər var, hamısını götürürsən. Bir nənəni, babanı lağa qoyursan, deyirsən ki, bu kompüterdir, hamı deyəcək, güləcək və yaxud da nəsə, bu insan deyil də, kimisə lağa qoymuş sayılmırsan, amma yəni sən sayılırsan, sadəcə öz təsəvvüründə eləyirsən. Sabahda bir dənə video çəkərsən, qardaş bacı ilə hoqqa verir, onu da çəkərsən. Sonra qonşu ilə arvad hoqqa verir, bunları da çəkərsən də, bu kompüterdir, bu kimdir ki, insan. Yəni insan deyir ki, bu kompüterdir. Yəni heç kimdə səni qınamayacaq. Aktyor deyil, bir şey deyil də. Yəni belə bir şeylərdə buraxarsan, tam məqsədinə çatarsan. Sənin məqsədin gözündə qalsın. Ümumi şamil edirəm, kim ki bu işlərlə məşğul olur. Yəni olmaz belə durub gic-gic cəmaatı dolamayan, cəmaatı bambulu yerinə qoymayın. Azərbaycan xalqı bütün dünyaya nümunədir. O nümunəni yerə vurmayın. Durub özlərinə hoqqa çıxardırlar. Xahiş edirəm, bir də müraciət edirəm, nə bilim, hansı qurum məşğul olur, Rabitə Texnologiya Nazirliyi, hansı məşğul olur, fərq eləmir. Belə bir şeylərə, yəni qadığa və yaxud da hansısa bir sərhəd qoyulsun. Yoxsa
xalqımızı itiririk. Yəni belə bir şeylərlə, və belə parazitlərlə. Durub hələ ona gülənlər də var, gülənlər. Ay nəyə gülürsüz? Abla nəyə gülürsüz siz? Siz özünüz canlandırın ki, bir gün hansısa bir multi şeylə canlandırırsa, demək ki, o multi proqram sənin təsəvvür elədiyin babalar, nənələrdir. Ağsaqqallarımız, ağbirçəklərimizdir. Yəni bunu gülmək lazım deyil. Bu bizim ağlamalı vəziyyətimizdir. Ağlamalı. Allah xalqımızı qorusun. Sonra da yaxın qardaşlar, yaxın insanlar deyir ki, Əmin, niyə video paylaşmırsan? Çünki baxıram ki, video paylaşıram, müraciətlər edirəm, neynəm, amma faydası olmur, dəstək olan yoxdur. Dəstək olan, xahiş edirəm. Gəlin bunu, bu paylaşımı, bu müraciətimi canlandıraq, belə şeylərin qarşısı alınsın. Çox xahiş edirəm. Allah xalqımızı, dövlətimizi qorusun. Allah bu gənc balalarımızı qorusun elə insanlardan. Var olun Azərbaycan xalqı.